if şərt verir. Deyir ki, A1 kiçikdirmi A2-dən? Yəni 3 kiçikdir 5-dən. Yazıram bura 3 kiçikdirmi 5-dən? Deyirsiniz hə. Onda deyir ki, K bərabərdir A1. Yəni K-ya mənimsət 3-ü. Başa düşdünüz? İndi baxın, əgər bu doğru olmasaydı, məsələn, mən A1-in yerinə 7, A2-nin yerinə tutar ki 5 yazsaydım, şərt verirəm. Deyirəm 7 kiçikdir 5-dən, nə deyirsiniz? Yox deyirsiniz. Yox desəydim Elsa'ya gələcəkdim də, düzdür? Deməli bu nə çap edir? Mənim üçün nəyi çap edir? Hər iki dənə ədəd daxil eləmişəm, fərqi yoxdur. Baxıram, əgər doğrudursa şərt A1 A2-dən kiçikdirsə, mənə deyir ki, A1-i çap elə. Yox, əgər əksinə A1 böyükdürsə A2-dən, deyir ki, A2-ni çap elə. Sonra bir dənə burada for dövrü var. For in range. Deyir ki, birdən K1-ə qədər. Yaxşı, gəlin elə birinci üzərindən danışaq, sonra buna baxarıq. Gəldik K-nı aldıq, nə Ruhiyyə müəllimə? K-nı aldıq 3-də. O həqiqətən də bu şərt doğrudur. Deyir onda K-nı mənimsət A1-ə. Düzdür? A1-in qiyməti 3-dür. K-nın qiyməti avtomatik oldu nə? 3. For in range. Dövrümüzə baxın. I-nin birinci aldığı qiymət 1, ikinci aldığı qiymət K-nın üstünə bir gəldə necə eləyəcək? 4 eləyəcək də. 4-ü də götürmürük də. 1, 2, 3. Demək bu 4 3 dəfə dövr eləyəcək. 4-cünü götürmürük. 1 birinci dövr, 2 ikinci dövr, 3 də üçüncü dövr. Hər dəfəsində mənə bir dənə şərt verəcək burada. Birinci dövr i-nin 1 qiymətində. Şərtə baxın. Ir A1. Yəni A1-in qiyməti nə idi? 3 idi. 3-ü i-yə böləndə, yəni 1-ə böləndə 0-a bərabərdir. Deyirsən hə. True. End nə idi? End o idi ki, hər iki tərəfin true olmalıdır. A2. A2 nə idi? 5. 5-i 1-ə böləndə 0-a bərabərdir. Deyirsən true. Bəli. Hər iki tərəfin true'dursa, deyir onda D mənimsət i-ni. D nəyi mənimsədirik? D i-ni. I nədir? 1. Mənimsədirik 1. Bəli. Sonra şərt verəcək. Deyir ki, baxın, deyir ki, D bərabərdir 1-ə. Bəli. Əks halda xeyr. Deməli bu birinci dövr idi. Getdik ikinci dövrə. I-nin 2 qiymətində. A1, yəni 3. 3-ü 2-yə böləndə, 3-ü A1-i 2-yə böləndə, i-nin qiymətinə böləndə. Qalıqda 0 qalır. Xeyr, qalıqda 0 qalmır. Ən qapısı odur ki, iki tərəfində true olmalıdır. Bir dənə false varsa da yoxlamıram da. D-nin qiyməti qaldı elə 1-də. Üçüncü dövrdə. I bərabərdir 3 qiymətində. 3-ü 3-ə böləndə qalıqda 0 qalır. Deyirsiniz, bəli. Baxın, 5-i 3-ə böləndə qalıqda 0 qalır. Xeyr. Deməli, end qapısı nə idi? Hər iki tərəfin 1 olmalı idi. 1 nə idi? End. Baxın yazıram. End o idi ki, vurma idi. Hər iki tərəfin 1 olmalı idi ki, bu sənə 1 qiyməti versin də. True sənə true versin. Düzdür? Biz axı bir dənə ədədimizin biri 0 olanda qiymət 0 olur. Biz bunu bilirik də. Deməli, mənim D 1 oldu da. Deməli, D mənimsə, D həqiqətən də 1-ə bərabərdirmi? Bəli, onda deyib bəlini çapılır. Deməli, mən variantlardan oxuyuram ki, görək bu nəyi yoxlayır? Daxil edilən natural ədəddən cüt olub olmadığını. Xeyr, belə bir şey yoxdur. Niyə yoxdur? Çünki cüt olduğunu yoxlamaq üçün biz belə bir ifadə etmişdik. Hər hansı, məsələn, A dəyişənin mən bölməliyəm 2-yə, mənə verməlidir 0. 0-sa bu cütdür. Düzdür? A dəyişənini mən 2-yə böləndə mənə qalıqda əgər 1 versə, bu olacağı təkdir. Düzdür? Düzdür, biz bunu danışmışdıq da, düzdürmü? Bir versə nə olur dediniz mi? Tək. Baxın, məsələn, 3 qiyməti. 3-ü mən 2-yə böləndə qalıqda nə qalır? 1. Deməli, 3 ədədi tək ədəddir. Əgər 4-ü 2-yə böləndə nə qalır qalıqda? 0. Deməli, 4 ədədi cüt ədəddir. Başa düşdünüz? Bunu yoxlayır. Bu deyil. A variantı deyil. Çünki cüt diye bir şey yoxdur da burada. Daxil edilən natural ədədlərin bölənlərin sayına bərabər, bölənlərin sayının bərabər olub olmadığını. Bu da deyil. Çünki mən bölənliyi bir şey eləmədim orada. Nəysə böyle vurmamışam. Daxil edilən natural ədədlərin qarşılıqlı sadə, bəli, qarşılıqlı sadə ədədlərdir. 3 ilə 5 necə ədədlərdir? Qarşılıqlı sadə ədədlərdir. 5-i yəni öz elə verdi. Bəli, siz nə istəyirsiniz gedin verin. 8 ilə 4 verin. Onda çıxacaq. 8 ilə 4 verəndə sizə xeyir çıxacaq. Yoxlayaq. Müəllimə, yəni necə də olsa bizim cavabımız doğru olur. Yəni biz cavab tapa bilirik. Bəli, müəllimə. Bax burada ya bəli çıxacaq, ya xeyir çıxacaq. Mən indi 3 ilə 4-ü verdim, yoldaşlar, 3 ilə 4-ü verdim, mənə bəli çıxdı. Yəni bunlar qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə olub olmadığını yoxlayır. Əgər siz versiniz ki, qiymət 8 ilə 10, bu xeyir çıxacaq. Yəni bu ədədlər qarşılıqlı sadə deyil də. Yoxlamaq istəyirsiniz, yoxlayaq birlikdə. Yəni sadəcə mən deyim odur ki, bu məsələn tutaq ki, bu orada imtahanda belə bir sual düşəndə, Düşəcək. ona biz burada ya xeyir aldıq, ya o nə bilirlər ki, biz orada nə qiymət verdik, necə hesabladıq. Nəsə bunlar biraz Çünki bu kütləvilik hadisəsini ödəyir də, kütləvilik hadisəsini ödəyir. Biz də riyaziyyat müəllimi, biz informatika müəllimi, biz fikirləşməliyik ki, burada variantlara bir-bir oxuyursan, analiz edirsən də özün üçün. Bax cütü çıxartdın, cüt diye bir şey yoxdur burada. Sən cütü öyrənmişsən də, A dəyişəni 2-yə böləndə qalıqda 0 olursa bu cütdür. 1 olursa bu təkdir. Cüt diye bir şey yoxdur. Bölünənlərin sayı diye bir şey yoxdur burada. D'yə baxaq nə deyir? D ədədlərdən böyük olanı kiçik olanla bölüb bölünmədik. Böyük və kiçik ədədi tapmadıq. Nə orada sortlamadıq, nə orada maksimum tapmadıq, nə minimum tapmadıq. Belə bir şey də yoxdur. Biz orada böyük kiçik söhbət eləyirik, xeyr. Rəqəmlərin sayına bərabər olub olmadığını. Belə bir şey də yoxlamamışıq axı. Yəni biz artıq orada nə özümüz üçün onu analiz etməliyik. Gəlin 8 ilə onu verək. Qiymət verməlisiniz də müəllimə. Yəni orada imtahanda İndi mən dediyim odur ki, hansı qiymətləri versək də bizim orada variantımız eyni olacaq. Bəli. Baxın, məsələn 3 ilə 5 qarşılıqlı sadə ədəddir də biz riyazi olaraq da biz bilirik ki, qarşılıqlı sadə ədədlərdir. Çünki onların orada bölənləri yoxdur. Məsələn, mən verirəm 8 ilə, bir dəqiqə ekran paylaşdığımızdan əmin olaq. 8 ilə 10-u. Tutaq ki, A1-ə 8 verirəm, A2-yə 10 verirəm. Düzdür? Gəlin yoxlayın şərti. Deyirəm A1 kiçikdir mi? A2-dən. Nə deyirsiniz? A1 kiçikdir A2-dən. Bəli, 8 həqiqətən də ondan kiçikdir. Doğrudur da. Deyir onda ki, K-ya mənimsət A1-i. K-ya mənimsət 8-i. Düzdürmü? Bəli. Yolumuza davam edək. Burada əgər mən 8 versəm, i 7 dəfə dövr verəcək. I alacaq 1, i alacaq 2, 3, 4, 5, 6 və 7. 8-in özünü götürməyəcəkdir, düzdür? Dövrlərimizi gördünüz, 7 dəfə dövr elədi. Əla. Sonra deyir A1. A1-in qiyməti nədir? Baxın 8. A1 8, bax şərt verir də, birinci dövr. I-nin 1 qiymətində. 8-in i-yə bölünməsindən i 1-dir. Alınan qalıq 0-a bərabərdir. Deyirsən, bəli, true. Eyni zamanda A2. Onun 1-ə bölünməsindən alınan qalıq 0-a bərabərdir. Deyirsən, bəli, true. Hər iki tərəfin true'dursa, deməli nə baş verir də? D-yə deyir, mənimsət i-ni. D-yə mənimsət i-ni, yəni 1. D-nin qiyməti 1-dir. Deməli, i-nin 1 qiyməti, D-nin qiyməti 1-dir. Bu bizim birinci dövrümüzdür. I-nin 2 qiymətidir. Yəni dövr 2-də.
Yoxlayırsan A1, yəni 8. 8-in 2-yə bölünməsindən alınan qalıq 0-dır, bəli. Onun 2-yə bölünməsindən alınan qalıq 0-dır, bəli. Artıq D-nin qiymətinə bax, oldu ki. Burada sən artıq qiymət aldığınız üçün bu qarşılıqlı sadə ola bilməz axı. Biz demişdik ki, onların ortaq bölünmə olmasın. Həm 8, həm 10 2-yə bölündü axı. Nə oldu? Aydındır. Deməli biz burada nə etdik? Qarşılıqlı başqasını yoxlayaq. Fərqi yoxdur. Yəni i bərabər 3 qiymətinə. Bu bizim 3-cü dövrümüzdür. 8-in 3-ə bölünməsindən alınan qalıq 0-dır. Deyirsiniz xeyir. Onun 3-ə bölünməsindən alınan qalıq 0-dır. Deyirsiniz xeyir. Keçirsən i 4-ə. Hələ qalıq 2-dədir, D 2-dədir hələ. Bu bizim 4-cü dövrümüzdür. D hələ 2-dir, i-nin də qiyməti 4-dür. Bax fikir verin. 8-in 4-ə bölünməsindən alınan qalıq 0-dır, deyirsən true. Onun 4-ə bölünməsindən alınan qalıq 0-dır, xeyir. Hələ D qalıb 2-də. Sonra 5 qiymətini yoxlayırsan, sonra 6 qiymətini, sonra 7 qiymət, amma D-nin qiyməti hələ qaldı 2. Deməli sən fikirləşirsən ki, bu ədəd 2 dənə 8 və onun hər ikisinin ortaq böləni var da. Bu da 2-dir. Hər ikisi 2-yə bölünür. Deməli bunlar qarşılıqlı sadə ədəd ola bilməz. Və nəhayətində gəlib yoxlayır. If 7 dəfə dövrdən sonra. D bərabərdirmi 1-ə? Deyirsən xeyir, bərabər deyil. Çünki D-nin qiyməti nədir? 2-dir də. Başa düşdün? Olub xeyir. Bu nəyi yoxladı? Qarşılıqlı sadə. Ümumiyyətlə qarşılıqlı sadə ədədlər haqqında anlayışınız var da yəqin ki. Biz deyirdik ki, belə deyək, sadə ədədlər var, mürəkkəb ədədlər, qarşılıqlı sadə ədədlər. Qarşılıqlı sadə ədədlər odur ki, qarşı-qarşıya bunların heç bir ortaq böləni olmasın. Ümumiyyətlə sadə ədədlər məsələn 7. Niyə sadədir? Çünki böləni yoxdur da. Bu bir özünə bölünür, 7 bir özünə bölünür, bir də 1-ə bölünür. Bu sadədir. İndi bu 7, bir dənə deyirəm 17. Hər ikisi sadə ədəddir də. Hər ikisi sadə ədəddir, mən qarşılıqlı sadə ədəd deyirəm. Lap sizə doğru izah edirəm. İndi Zabit müəllim də başa düşsün. Aydındır Zabit müəllim. Ola bilər də bilməməyimiz ayıb deyil də. Yəni bundan sonra bilək heç onu. Yəni bu qarşılıqlı sadə ədəddir. Bəli. Yəni bu yoxlayır qarşılıqlı sadə ədədir. Bu sizin sual 21-ci sualınız idi.